Gəlin bir alqışlayaq. Doğrudan gözəl kompozisiyaydı. Çox sağ ol Bəhmən. Uğur ansamblı var olasınız. Bəhmən, bu tər yuda apardı uşağı. Bunu bugün mü məşq etdiniz? İndi. İndi yəni biraz əvvəl. 5-10 dəqiqə. 5-10 dəqiqə əvvəl çox gözəl idi. Bir-birinin belə deyək də papuri bizə təqdim etdin, amma çox gözəl əsərlər idi. Görürsünüzmü? Yaxşı mahnı həmişə yaşayır, yaxşı musiqi həmişə yaddaşda qalır. Nə ifa etdin, hamısı yadımdadır. Sonuncu da qaval rəqsi. Ram-daram-dam-dararam-dam. Çünki onun başlanğıcı biraz belə deyək də sakit hava idi. Bana gəl, qaçma gözəl. Sonra al, ay qız kimin qızısan. Görün. Birinci Şahnaz muğamı ilə başladı. Bəli, çox gözəl idi. Alınca ay qız kimin qızısan. O muğamı bir dənə ifa elə, bir başlığını ver. Bir saniyə. Aha, başlığını ver. Bu çox çətin muğamdır. Bu aman, aman, aman. Buradan belə götürürdülər də. Daha çox kim oxuyurdu? Bax bu kişilər oxuyurdu, yoxsa qadınlar oxuyur? Yox, bu əslində Şahnaz muğamı çətin muğamdır. Bunun dalınızda şərtli Şahnaz deyilən hissə var. Bunu kişilərin səs vaxtı dəyişəndə Gülyaz xanımgil, Gülyana xanımgil, bəli. Amma yox, mən bilsən niyə bunu xatırladım? Ay, nanay, nanay. Yox, onu demirəm. Üzeyir Hacıbəylinin Olmasın Bu Olsun operettasında o məclis olur. Xan Əminin düzdürmü? Mən onu demək istəyirəm ki, həqiqətən anay, o yadımdadır. Mən çox sevirdim Xan Əminin səsini. Həmişə Təyyar Bayramovu buradan salamlayıram. Çünki o zil səsi Təyyar müəllimdə birdən belə çox gözəl, sakit, sərbəst şəkildə. Sadəcə üzr istəyirəm. Yəni kişi xanəndələrimizin 13-14 yaşından səs keçirdi, yəni bunu əsas xanım ifaçılar daha çox oxuyur. Təyyar müəllimin yaşı keçib. Qadasını alım. Bəli, bizim pedaqogumuzu çox xoş oldu hər birinizin. Buyur Əsim, buyur. Bugün mənim daimin adı Teymur Təyyar müəllimdən sonra daimin yeridir, sonra gələrdi. Yox, onu təbrik edirəm buradan. Adı nədir? Adı Teymurdur. Teymur müəllim. Sabahda xalam Nüşabənin ad günüdür, bacı qardaşlar. Oy, nə gözəl. Təbrik edirəm. Təbrik edək. Əlbəttə ki, bilirsiniz necədir, adama bir qürur hissi verir ki, mən verilişdəyəm, buradan daimi, xalamı niyə də təbrik etməyim? Çox belə həqiqətən də insandan nə lazımdır? Sağlıq. Can sağlığı çox önəmlidir və mən bilirəm ki, elə bir xanımı bura dəvət edəcəm. Çox sevirəm Nərmin Kərimbəylini, çünki sağlıqdan danışdıq. O, sağlığının üstündən xət çəkib, qaraciyərindən bir parçanı öz parçası olan qardaşına verəndə mən bilirəm ki, o qız nələr çəkdi, nələr keçirdi. Çox çəki atdı, sonra çox çəki aldı, amma biraz əvvəl dəhlizdə gördüm, dedim sən bu cür necə də gözəlsən. Lap Zamiqin mahnısı yadıma düşdü. Sən necə də gözəlsən, Nərmin Kərimbəyli xoş gəlir. Elə bilirəm özüm, ikinci yarım. Xoş gəlmişsən Nərmin. Çox sağ ol Əzim, çox təşəkkür edirəm. Oxudum sənin üçün sən, necə də gözəlsən, eşitdim. Sən möhtəşəmsən də, Allah ürəyincə versin. Gözlərinlə, gözəl gözlərinlə adamı daha da gözəl görürsən. Və bu saç düzümü, qaşlarındakı o dəyişiklik, yəni onun yuxarı bu cür daranması, o Yaponların o balaca uşaqları olur, şirin. Adam istəyir səni belə tutub, dişləsin, atsın o tərəfə. Bax, o cür görünürsən. Baby face, həmişə eyni söz deyirlər. Yəni, yaxşıdır əslində, amma deyirəm, ha, vaxt başqa cür deyəcəklər. Yox, belə gözəldir. Elə uşaq kimi qalmaq yaxşıdır. Və bu geyim tərzi, Nərmini gördüm, dedim, elə bil ki, çəki atmısan. Ola bilər. Ola bilər, yox, Çünki adətən cins parça insanı daha da kök göstərir, amma bu geyim sənə necə də yaraşır. Çox təşəkkür ederim. Aksesuarların gözəl.
Sizin verilişinizə başqa cür gəlmək olarmı əzizim? Olmaz, olmaz. Həm də ki, insan bilsən, artıq mən məsəl üçün çox dəyişən adamam. Xoşlayıram çox Dəyişməyi dəyişikliyi. Bəli, sevirsən. çox sevirəm. Səhnədə xüsusilə. Amma artıq müəyyən bir tərz var ki, hansında mən həmişə özümü çox rahat hiss edirəm. Özümə məxsus olan don uzunluğudur, özümə məxsus olan korsetlardır. O korsetləri mən çox sevirəm. Sevirsən. Və xüsusilə ziynətlərim. Yəni Çox ziynət qəşəng. mənim üçün xüsusi bir Bəli. mövzudur. Bəli. Və yəni bu qızıl güllə Mirvarinin tamamlanması çox gözəl bir-birini Çox təşəkkür tamamlayır. Çox zövq aldım. Bəli. Təşəkkür Elə edirəm isə sənə. o gözəl rəqslərindən, musiqindən, indi mən deyirəm gözəl rəqsdə və Nərmin bir lirik oxuyur. Orada mən qalıram. Dəyişir hər şey. Yox, indi şən mahnı olmalıdır. Bəli, badə gəlsin. Gəlsin. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır gül, payız gələndə solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır gül, payız gələndə solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Düşündükçe bu hayat çətin gələr insana. Bu hayat asan gələr düşüncəsiz yaşayana. Bu hayat asan gələr düşüncəsiz yaşayana. Birisi xoşbəxtlik var dövlətdə görür, o biri aşık olup sevgi məhəbbətdə görür. Kimisə övladının gələcəyində görür, kimisə uzun ömürdə can sağlamda görür. Düşündükçe bu hayat çətin gələr insana. Bu hayat asan gələr düşüncəsiz yaşayana. Bu hayat asan gələr düşüncəsiz yaşayana. Əgər ilk məhəbbətdə axır ayrılıq olur, nə üçün vəfalı dostum gəlir vəfasız olur. Ne üçün insan ömrü gittikçe ağır olur. Gelir amansız ölüm Afrika'da torpaq olur. Badem şərabla dolu, sinem sualla dolu. Ne üçün yazda açır gül, payız gələndə solur. Ne üçün bu dünyada xeyirdə şərdə olur. Bir ömür şən olanda o bir ömür qəmli olur. Ay maşallah. O kadar güzel okudun ki bizim əməkdaşlarımız orada belə qəşəng sümüklərinə düşüb rəqs edirlər. Əslində bu çox gözəldir. Və Nərmin, nəyi müşahidə etmişəm? Mən çox sevirəm sənin musiqinə və oxuduğun mahnıya yanaşman. Mən indi məni göstərin. Bax belə mahnıları oxuyurlar, hə? Bax belə, ver mikrofonu, tutalım da. Nanay, nanay, oxudu. Orada indi arada belə deyək də, gedir orada belə nəqarəti, musiqi də belə getsə. Sakit dayanmır, görürsünüz, rəqs edir. İnsan var belə eləyir.
Və belə ki, gözləyir ki, yenə oxumaq, o belə deyək də, o misralar gəlsin, o hissəsi, oxumaq hissəsi və o insanı yorur. Və elə bir ilk dəfə də bu tərzdə sənin mahnı gördüm belə oxumağı. Əslində bu mahnı 2000-ci illərin əvvəlində yazılmış. Bilirəm, Mahnıda çoxdan. Tahir Ümid səhv etməmsə ifaçının adı belə getsə sonra nədənsə yəni o ifaçıdan çox mahnılar olmadı, amma o vaxtda da bu mahnı çox populyar oldu. Ədalət Şükürov da oxuyur, Ədalət bəli. Şükürov bu mahnını daha da Daha populyarlaşdırdı. gözəl elədi, bəli. Mən ola bilər ki, bir 5-6 ildir onu ifa edirəm, amma daha çox tədbirlərdə. Aha. İndi qərara gəldim, niyə axı yox? Əgər hər yerdə paylaşıram, hər yerdə yəni Instagramım, sosial Sevilir. şəbəkələrim çox sevilir. Və mənə bəzi yəni aparıcılar hətta belə dedilər ki, sən niyə orada ifa etdiyin mahnıları səhnədə ifa etmirsən? Sən yəni səhnədə yalnız kliplərin sənin üçün yazılmış mahnıları daha çox Amma ifa edirsən. lazım da belə də oxumaq. Dedim, əgər bu məndə doğrudan illərdir ki, insanlar tərəfindən qəbul olunub sevilirsə, doğrudan da baxın özümüz də necə zövq aldıq bu mahnı ilə başlamaqla. Düzdür. Çox doğrudan şən belə qana işləyən mahnıdır belə deyək. Qana işləyən. Əyləşdin bizim Nərmin, elə sən özün bizim üçün qana işləyən bir müğənnisən. Çünki insan baxın necə şəndir, necə sevirəm bu xanımı. O ki qaldı rəqslərə. Aha. Ya əzizim Mətənət xanım, sən məni dəyərləndirməsən, kim dəyərləndirər ki? Sən ki bilirsən necə olmalıdır. Bəli. Çünki sən əsl səhnə adamısan, sən həm Bəli, aktrisa mən kimi, sevirəm hər rəqsi. tərəfli, yəni sən o aktiv insansan. Aktiv insan digər aktiv insanı bəyənər, anlayar Bəli. ki, bax, nə qədər zəhmət qoyur. Bir fəal, ikinci fəalı həmişə Bəli. yanında olmalıdır. Bəli. Həyat Xoş elə. gəlmisən. Çox Ürəyin harda təşəkkür istəyir? edirəm. Otur orada. Ürəyin harda istəyir? Yaxşı, burada. Aha. Qurtla aran necədir? Yaxşıdır. Bəli. Bəli. Heç kimdən işi yoxdur bu insanın. Və biraz əvvəl zəng eləmişəm. Mən belə desə bir gündən bir Tərlanla yazışıram. Onun anası çox gözəl qadındır da. 2 kəlmə dedim, Tərlan, bugün Fərid bizdə qonaqdır. Xəbərim var. Deyir, onun canı yanması. Gör heç mənə deyir. Mən deyir, hər gün bu verilişə baxıram. Elə isə Tərlan, oğlunuz əmin əllərdədir. Fərid gəlir, qurd gəlir, gəlsin. Mənə indi tez də görüm, niyə anaya deməmişdin ki, sən verilişə gəlirsən? Əvvəla salam aleyküm. Anaya deyirsən, də eləmi? Yox. Ümumi hamıya. İzləyicilərimizə, hər Aha. bir kəsə, musiqiçilərimizə hamısına salamlayıram buradan. Aha. Anamı da buradan salamlayıram. Düz işlər deyirsən. Həkim də işlər. Zəng yeməyə mən yetməmsən. Vallahi da hamısını demirəm axı. Ay, bəli, dedi işdəyəm, amma dedi gəlib indi çatdıracağam. Çünki elə bir veriliş yoxdur ki, Tərlan yazmasın mənə. Bugün qonaq falan idi, belə idi, elə idi. Çox gözəl tamaşaçıdır. Ona görə də... Qıraqdan olan prodüserimiz. Nə gözəl dedin. Əslində sevirəm onun pozitivliyini. Çünki mənə lazımdır o cür tamaşaçı. Hər anı, saçımın quruluşu, nə geyindim, nə elədim. Özümün yadımdan çıxanda belə Tərlan mənə xatırladır. Bu gözəl. Necə bax, Hə. bu cür prodüserlə çalışmırsan? Vay, çox çətin sualdır. Yəni dərinə getməyək də. Yoxsa da oxu da, nə öldürdün da bizi, oxu. Oxuyum, bacardığımı eləyim də, oxuyum da. Işığı söndürün. Bu ki bu gece patlayacak, kurtlarınızı öldürün. Bey masasına gelir bey, onu yoldan döndürün. Alın dövreye dostlar, hüner gösterin görüm. Meydana gel dolsun hem arkam önüm. Gelsin beyin kardeşi, sağ dışı hem sol dışı. Okuyup oynayıp sere kimi vuran çatta daktaşı. Hele bir sağlık diye, abey koyun mübarek. Sen hele de dayanmasan dur geceni yelleyey. O gülü birin üzeydim, dillerine düzeydim. Kardeşimin koyunda sındıra sındıra süzeydim. Oyna gülüm oyna, oyna balam oyna. Oyna gülüm oyna, eller gelsin toyuna. Oyna gülüm oyna, oyna balam oyna. Oyna gülüm oyna, eller gelsin toyuna. Ağlaman yorulmuşam oynamıram demekle olmur. Yavaş yavaş
ayakkabısın. Beyin dostları, bir yüreğin dostları. Hoş buyurup hoş gelip bizim beyin dostları. Oyna gülüm oyna, oyna balam oyna. Oyna gülüm oyna, eller gelsin toyuna. Oyna gülüm oyna, oyna balam oyna. Oyna gülüm oyna, eller gelsin toyuna. Vəssalam. Əssalam. Fərid və onun rəqqasələri. Bəli, Nərmin və Mətiş. 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 Xoş gəldin. Xoş gördük, xoş gördük. Çox xoş oldu Nərmin, səni mənə. də salamlayıram buradan. Pozitiv, görün necə pozitiv başladıq. Nərminin bir abu havası. Fəridin özünün abu. Fərid deyim, qurt deyim. Necə sizin? Amma qurt daha yaxşı, Qurt, hamı qurt, tanıyır. Hə, qurdun özünün yanaşması. Bilirsiniz ki, hər mahnıdan bu uşaq bir şey çıxardır da. Elə bir mahnı varmı ki, alınmır ondan, bax bu cür. Yox, bütün musiqilərimiz, mahnılarımız gözəldir. Və sadəcə olaraq mən çox vaxt bir köhnə musiqini çalışıram. Hə, köhnəyə. Yeniləməyə, yəni öz janrımda eləməyə. Çox qəşəngdir axı. Onun üçün çox fikirləşirsən, götür qoy edirsən. Əslində hə, komandamla çox fikirləşir. Vaxt çox gedir. Məsəl üçün bu mahnının ərəfəyə gəlməsi bəlkə də 2 ay olub. Niyə 2 ay olur? Yəni orada ondan getmir, söz yazdım məsələn. Sadəcə olaraq məsəl üçün bir neçə növ təqdim olunur və s. Baxıram, görürəm ki, yox, o deyil. Mənə o lazımdır ki, mən hətta bunu hardasa oxuyanda deyirəm ki, oyna gülüm gəlir mənim tərzimdə. Bu gözəldir, bəli. O tərz söhbəti var, tərzimdə. Tərs. Bəli, neyim? Uzat da saçlarını Fərid. Uzatmışam da buradan da artıq. Yığmısan belə. Belə balaca Bundan da göründü. uzun olsun deyirsən. Çox xoşuma gəldi. O hindular kimi laf uzadılar. Yo. Amma əslində, məsələn, o cür saç düzümü belə yığmaq Niyama da çox qəşəng yaraşır, belə yığır. Niyama da çox gözəl. Dünən incə səhərdə idi, lap qəşəng, belə deyək də, artıq belə toparlanıb, qəşəng də, həmiyə yaraşmır o cür saç düzümü. Uzun saç ümumiyyətcə hər kəsə yaraşmır. Yox. Xüsusilə də onu yığmaq mənim də çox xoşuma gəlir Bax, kişilərdə. məsəl üçün, bax, qurda yaraşır, Niyama yaraşır, bir də intizara. Onun da tərzidir, o gitarada alır, saçlarını da belə yığır. Ümumiyyətlə, onu həmişə mən deyirəm ki, sanki elə bir burada doğulmamısan, bir Azərbaycanlı deyilsən. İntizarı da buradan salamlayıram, çox sevirəm onun ifasını, tərzini. Tərz demişkən, icazə verin, mən də öz tərzimdə sponsorları təqdim edim. Buyurun. Olar mı? Həmişə. Verilişimizin baş sponsoru bilirsiniz ki, Abşeron Ticarət Mərkəzidir və bu mərkəz sizin üçün çalışır, bizim üçün çalışır və deyir ki, evinizdə nə var, nə yox. Mən də deyirəm ki, ay Abşeron Ticarət Mərkəzi, siz məndən daha yaxşı bilərsiniz. O da deyir ki, durun gəlin burayla, Ekbatan dairəsi ərazisinə və Ulduz 67-67 qaynar xət, digər 2 mobil operatordan sizə nömrələr də təqdim olunur. Əzizlərim, mindən çox mağaza o deməkdir ki, siz burada hər şeyi əldə edə bilərsiniz. Yəni, təkcə eviniz üçün yox. Elə xanımlar, orada kosmetik vasitələr var. Topdan pərakəndə satış qiyməti. Bəlkə axtardığınız nəyisə tapa bilmirsiniz. Amma məncə elə bax, Abşeron Ticarət Mərkəzi qaba qaşığa baxı. Siz bir oradakı gözəlliyə, uşaq aləminə baxın. Lap adam istəyir getsin, orada yaşasın, qalsın. Seçim etmək bu artıq zövqünüzə uyğun. Hər şeyi əldə edə bilərsiniz. Zövq demişkən, mebel zövqlü olanda evi də gözəlləşdirir. İnsan özünü rahat hiss edir. Deyirsən, nə gözəldir, evimin aboylarına, divar kağızlarına uyğun bir mebel seçdim. Burada da, məsələ bizim mebel şəhərində də sizin üçün seçim çoxdur. Niyə? 70-dən çox brend mağaza var və Qafqazda analoqu olmayan bir şəhərdir. Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində Riad Ticarət Mərkəzi var ki, bu mərkəzin nəzdində də böyük bir şəhər salınıb. O da bizim ev mebel şəhəri. Bir tək şəxsiyyət vəsiqəsi mənə elə gəlir ki, kifayət edir. Gedin bir
belə deyək də, alış-veriş edin. Sonra deyin ki, ay Mətanət, nə yaxşı ki, bu ünvanı bizə dediniz. Qısa aramız var mı? Getdik qısa araya. Belə, çox qəribədir həyat, Vaxt var idi, bu insan efirləri dağıdırdı. Yığıldığı, o yığışdığı olduğu məkanda bütün insanlar onu seçirdi, onu dinləyirdi. Rap elə bir janrdır ki, rapi məncə hamı sevir. Çünki rap bir başqa aləmdir. İnsanın iç dünyası ortaya çıxır. Allah rəhmət eləsin, bax, Anar Nağılbaz var idi, Hüseyin Dərya var idi. Yəni, tanıdıqlarımdan və itirdiklərimdən. Allah can sağlığı versin Elşad Xosi, çox mükəmməl rapçi. Və bugün kölgənin adı mənə elə gəlir ki, kölgədə qalmamalıdır. Əgər kölgə buradadırsa, lap Niyamətli müəllimin mahnısı yadıma düşdü. Kölgəm qədər, ay kölgə, xoş gəlmisən, gəl. Dedim, rapçilər necə görüşür? Mən demədim ki, məni ringə çağır, güləş edək. Siz də rapçisiniz də, əslində siz də bədaiyyətən danışırsınız həmişə. Xoşuma gəldi. Heç mənə bunu deyən olma. Fərid, niyə demirdin? Qurt, niyə demirdin? Mən alternativ... Xoşuma gəldi. Bir də də hamı eşitsin. Mətanət xanım bədaiyyətən rap deyir. Sənin qadan alaram. Meyxanaçılar əslində demişdilər bunu mənə, amma rapçilər ilk dəfə də eşidirəm. Bəli, qoy məndən səslənsin bu söz. Çak. Bəli, yes, come on everybody. Qəşəng, xoşuma gəldi, heç nə. Məni indi saxlamaq olar burada. Mümkün deyil. Bəli. Oxu danışacağıq. Geçey hayat güzeldi ömür İstəyirsən gözəl gel gezişey de geçey hayat güzeldi ömür İstəyirsən gözəl gel gezişey hayat güzeldi ömür İstəyirsən gözəl gel gezişey geçey Zelzele estirir ombal Səhnəni yələdir indi bomba Dənsələ belə onda Fərqi yoxdur salsa, tango, rumba Simsalabim, Tanışlıq ederim adım Aladin Ləmbəni sürdəcəm içindən çıxacaq Çin Belə də ki qardeşim Drin Uzaqdan çelivəli nazlı baxış Addım gəlir qarış Cavan oğlan sizlə olmaq olar tanış Şad oldum my name is naxış Yaxta, lotka, geçey Dollarlar sotka Geçey bir sualım var Necədir vəziyyət? Hamı bir yerdə desin Geçey Hayat gözəldi, ömür İstəyirsən gözəl gel gezişey Geçey Hayat gözəldi, ömür İstəyirsən gözəl gel gezişey Geçey Baba mastika Kızala oynuyor ki fantastika Kazino, Ruskaya ruletka Rядом со mной, моя konfetka Reski üstünden de kola Valentüreyle oynuyor dama pika Estirir çika, rap deyir niga Bu mahnı hit olacak, bas ver gaga Seçirəm hər şeyi gram Bu dalğada səninlə mən də varam Kef damaq, reski gələr Qorxuram ki birdən derski gələr Əkdim, biçəm gərək Qızların ən gözəlini seçəm gərək Səhərə qədər gəlin amma əylənək Amma bir şərtim var Geçey Hayat gözəldi, ömür İstəyirsən gözəl gel gezişey Geçey Hayat gözəldi, ömür İstəyirsən gözəl gel gezişey
Qəşəy qəşəydi, qəşəy qəşəy. Klubdan hamı çıxandan sonra dostlar avtoya, məndəki rola. Sürəy maşını düz üzü şəhərə, beyin duman, biraz da bir təhərəm. Sadə oğlanıq, adidən adi, əylənirik biz evvedadi. Qəribə maşın sürürəm mən, endirə body. Qaranlıq küçə, gözümdə eynək, Lacoste şortik, Malibu köynək. Bu gecəmiz yaddaşda qalacaq, göründü qaqan nə qayracaq. Düşünək, daşınaq, fikirləşək, məkan seçək, elə orada yerləşək. Qızlar da gəlsin hamı, əylənək, kölgə doğsun sizə. Qəşəy qəşəy, qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy, istəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy, istəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Çox bəyəndim. Ay, maraqlıydı. Ona görə diqqətlə izləyirdim ki, görüm indi nə gələcək, indi nə deyəcəksən. Çox maraqlıdır. Bu repi, bu sözləri ümumiyyətlə neçə müddətə yazmısan? Yəni bir günün işi deyil bu. Əslində rapçi üçün əslində bu bir saatın işi olmasa o rapçi deyil. Oba. Amma ki, yəni bacardığımız qədər də. Məsələn, bax bu mahnını Bəli. neçə saata deyim də, da gün deməyim. Yəni bir saata yazmaq mümkündür, yəni belə bir şey. Amma ki, təbii ki, beynində olmalıdır ki, sən nə yazacaqsan zaten də, nədən yazacaqsan. Bir proyektin olmalıdır ki, sən bu haqda yazacaqsan, onu bir saata yazar rapçi. Bu aksesuarlar nəyin mənasıdır? Əlamətidir. Yox, nə işarə edir? Bax belə. Yəni bir stildir, rapçilər zaten yəni hər dəfə fərqlənməlidir görüntüdə, ona görə də biz beləyik. Və döyməndə də burada 23 yazılır. Nədir? 23 əslində çox dərin bir mövzudur. 23 xromosomdan əmələ gəlir insan. Ona görə 23 saniyə qan dövrəndə, qan bədəndə dövr eləyir və 23-ün çox böyük mənası var. Ona görə 23. Əvvəl 46 idi, indi 23-dür. 46 2 dəfə 23. O 2 nəfərdən gəlir də 1 nəfərdən 23 olur. Heç nə deyim ki? Niyə bilərik? Nə bilim, indi zamanə dəyişib. 48 xromosom da var indi. Onda da xəstə olur. Yox, o ayrıdır. Hə, başqadır. İndi biraz araşdırsaq 50-yə də çıxar xromosomlar. Tamam, xromosom. Siz də maşallah hər şeydən xəbəriniz var. Bəli, tibb aləmindən də xəbərim var. Maşallah. Araşdırıram, hər gün oxuyuram mən. Bəli. Bəli. Elə şu aparmaqla deyil ki, mən bütün dünyanın içini bilirəm. Bəli. Çox gözəl. Xoş gəlmisən əzizim. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz Gəl üçün. əyləş. Bəli. Qonaqlarımızı da salamlayıram. Neçə il burada yaşamadın? Mən əslində yəni gedib gəlirdim, amma Qardaş, hara gedib gəlirdiniz, onu dəqiq deyin. Ünvanı. Mən Almaniyada yaşayırdım. Almaniyada hansı şəhərdə? Bielefelddə yaşayırdım. Aha. Sonra Berlinə də köçdük. Amma ki vətən həsrəti bir balaca. Neçə il qaldın orada? 4 il Almaniyada yaşadım. Almaniyada. 4 ildə Alman dilini mükəmməl öyrənə bildinmi? Yox, yəni ki türklərlə ruslar imkan vermir. Yox deyəndə nein demək istəyirsiniz. Nein, das ist nicht einfach. Aha, niyə? Çünki dostlar, tanışlar, ruslar və türklər, ona görə də yəni Alman dilinin ehtiyac olmurdu. Ehtiyac olmadı, danışacaq. Çox maraqlıdır, maraqlı. Və bir nəfəri də bura dəvət etmək istəyirəm. Hətta deyəcəkdim ki, Ömərdən çoxdandır xəbər yoxdur. Bizim verilişimizdə dəfələrlə qonaq olub, amma bilmirəm, Ömər deyəsən bu mövsüm ümumiyyətlə Xəzər axşamında olmayıb. İlk dəfədir gələcək bu mövsüm üçün. Ona görə də Ömər Abdullayevi bura dəvət edir. Özü də musiqi ilə gəlir. Musiqi ilə, bəli.
köşkü bağçalar, bazı köşkü bağçalar, yaratırmış saçlar, yaratırmış saçlar. Delavım kaşı gözüyle ciğerimi parçalar. Delavım, 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 delavım. Delavım kaşı gözüyle ciğerimi parçalar. Delavım, 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 delavım. Ay, teşekkür ederim Ömer. Hoş geldin əzizim. Hoş Ter geldin. yudu apardı qardaş. Sizə də təşəkkürümü bildirirəm. Çox sağ ol əzizim. Hə, Ömer, necəsən? Gəl əyləşcan. Gəl. Ay, bugün də 4 müğənni gördünüz. 4'ü də səhnəni dağıtdı. Xəzər axşamını dağıtdı. Mən bax bu cür istəyirəm. Özümə oxşayıb qonaqlar hamısı pozitiv. Xəzər axşamı olanda bayram olur hər gün. Ya, elə mi? Doğrudan da. Yəni bayram kimi keçir hər bir Xəzər axşamı. Bayram axşamı, Xəzər Ya. axşamı, bayram axşamı. Mətanət yeniliyi, Aha. Mətanət Novruzu, Aha. hamısı da bayramlardır. Hər gün. Başına dönərəm. Deyir də, deyir, deyir. Ömər necəsən əzizim? Yoxsa çoxdandır. Haralardasan? Başımız qarışıq idi. Başın nəyə qarışıq idi? İşlərə. İşlərə. Bəli. Maşallah mən bilirəm ki, tək müğənni fəaliyyəti deyil, sənin özünün də başqa işlərin var. Bəli. Başqa işlərlə məşğul olmayın yoldaşlar. Sənətlə məşğul olun. Bəli, bugün iclasdır. 4 nəfəri yığmışıq. Sinif nümayəndəsi Nərmin Kərimbəyova, Kərimbəyli əslində. Yox, Kərimbəyova, düz deyirsən. Kərimbəyova. Bəli, Hə, hamı çaşdı. Nərmin jurnalda belə yazılmışdı. Kim yazmışdı Nərminin soyadını? Mənim soyadımı həmişə səhv yazırlar. Çox xahiş edirəm. Kərimova yazırlar, Bəlkə Kərimbəyli. Bəlkə qurtluğuna salıb belə yazmışdı. Yəni mən eləmirəm. Axı niyə? Bəli, bugün iclasdır. Biraz rahat olun, dincəlin. Çünki maşallah olsun hamınız elə mahnılar ifa etdiniz ki, oynamamaq mümkün değildi. Çox sağ ol əzizim. Bu da bir yenilik idi. Yaraşır sənə. Çox sağ ol. Bəzən insan oxuduğu mahnını qəşəng oxuyur. Baxırsan ki, kənardan ona yaraşmır. Qardaş, sən nəsə narahatsansa mən sənə... Ayağa oturma. Öyle şəmşəmə oturma. Dur, mən sənin üçün rahat. Ya. Sən mənim canım. Ya o da olmaz. İstəyirsən O da olmaz. stul gətirək. Keçən dəfə kimi deyəcəm yazıcılar hər yeri Nə qoyacaqlar. oldu ki? Keçən dəfə nə demişdin? Dizini niyə çırıq? Demişim dizimi qoyan oğlanlardan deyil. Yo, geyimin gözəldir. Həmişə fikir verirəm. Maşallah, hamınız öz tərzinizdə gəlmişsiniz. Aha, hələ baxıram görüm. Aha, çox maraqlıdır. Bax, elə bir mahnın olubmu ki, oxumusan desən, bu nə deyə oxudum? O deyil. Mənə? Hə, Olur, niyə olmur? olur hə. Onda nə inirsən, daha oxumursan? Yox, məsəl üçün, düzdür, elə mahnı olubdur ki, həqiqətən, yəni, oxumuşam və onu dərc eləməmişəm. Qalıb deyiləm. Yəni, elə bəlkə də bir 30 dənə 40 dənə mahnı var. Bəs niyə elə seçirsən vaxt itkisi? Yox, bizim işimiz budur da, elə həmişə alınmır ki. Hamımızın başına gəlir. Elə mi? Həmişə alınmır ki. 30-40 olmasa da məndə, amma məsələn aldığım mahnılar olub, mənə müraciət edirlər, təklif edirlər, seçirəm. 100 dənə mahnı dinləyirəm, birisini bəyənirəm. Alıram, sonra bir müddət keçir, deyirəm, mən artıq bundan hardasa böyüdüm. Bu sözlərdənmi, bu düşüncədənmi, mənə artıq bu uyğun gəlmir. Bir də Nərmin, elə bir şey var ki, deyirsən ki, ayda görəsən bu, indi sizin dildə deyirəm də, partladacaq ya yox. Bax, Ən çətin məsələdir, Çox bəli, çətindir. o çox çətin məsələdir və bəzən bu sadəcə şansdır, onu bilə də bilməsən. Elə gəlir sənə ki, odur, amma olmur. Bəzən əksinə olur, amma bəzən proqnozlaşdırmaq da olur. Hər şey, bəli. Onu necə bilirsən? Bilmirəm, bax, məsəl üçün mən öz repertuarıma nəzər salsam, əsas daha çox tanındığım mahnı Belə Dərd Olmaz mahnısıdır və rəqsim, düzdürmü? Yəni, hər kəsin ağlına ilk növbədə o görüntü, o mənzərə gəlir. O mahnı biz müəlliflə birgə yazmışıq. Yəni, mən onu dedim, mən nə istəyirəm, mən nə cür görürəm, necə olmalıdır və biz onu yaza bildik birgə. Amma mən aldığım mahnılarda bəyənsəm də tam bəlkə istədiyimi əldə edə bilmirəm deyə elə partlayış olmur. Amma özüm sırf yazanda musiqini və sözləri, çünki bacarıram. Mənim tərzim tam qərbə gedir. Yəni o tamamilə başqa bir musiqi yaranır, hansı ki kütləvi olmaz Azərbaycanda. O səbəbdən də bəstəkarlarla əməkdaşlıq edir. Aha, maraqlıdır. Cəmi 30 saniyə var ki, biz indi reklama çıxacaq, qayıdacaq, söhbətimiz var. Çünki Öməri də çoxdan görmürəm və kölgənin ümumiyyətlə burada olmaması
yəni Azərbaycanda gec-gec görünməsi və repdən biraz, yəni səhnədən, real səhnədən uzaq düşməsi kimin kölgəsinə, belə deyək də, yağmur saldı. Hər şeyi biləcəyik. Saldı, eləmi? Saldı. Həm də necə saldı. Reklama baxaq. Bu dünya nərdivandır, qalxanda mehribandır, enəndə nə yamandır. Amma mən Nəriman Həsənzadənin Anamı yuxuda görmüşəm şeirindən bir parça deyəcəm və niyə məhz bu parçanı seçdim, niyə məhz bu şeiri seçdim, onu da əsaslandıracağım. Anamı yuxuda görmüşəm dünən. Yuxuda bir ömür sürmüşəm dünən. Anam evimizə dönmək istəyir. Görünmək istəyir, görmək istəyir. İpək kalağayı salıb başına. Qayıdıb gəlinlik, qızlıq yaşına. Ey, bəzəni belə bil, o toya gəlib. Mənim ad günümdə toyluya gəlib. Niyə məhz Nəriman Həsənzadənin bu parçası? Bilirsiniz ki, iyun ayının 20-si Heydər Əliyev Sarayında Nəriman Həsənzadənin bir yaradıcılıq gecəsi təşkil olunacaq və anonslardan da izlədiyiniz kimi 30-a yaxın tanınmış sima orada olacaq. Niyə ana? Çünki mən orada Nəriman Həsənzadənin anasını canlandıracağam. Onun uşaqlığını isə elə Nəriman müəllimin özünün adını daşıyan nəvəsi olacaq, mən onun anası olacağam. Maraqlıdır. Sabahdan artıq bizim, bax, mənim balaca Nərimanla olan səhnəmizin məşqlərinə başlanacaq. Çox həyəcanlıyam. Çünki ilk dəfədir ki, dram bir əsəri canlandırmalıyam. Dramatik bir əsər olmalıdır. Əslində bu Nəriman Həsənzadənin bir yazdığı tərəf deyil. Biz onun yaşadıqlarını ərsəyə gətirəcəyik. Uşaqlıqdan ta ki, bax, bu illərə qədər onun gəncliyi, rastlaşdığı çətinliklər, bu səviyyəyə, bu yerə qədər gəldiyi və gördüyü, belə deyək də, o qədər şeylər olub ki, Nəriman müəllimin həyatında və Nəriman müəllimlə söhbətdə, çünki Lalə xanımın verilişində biz bu barədə qısaca məlumat verəndə birbaşa canlı bağlantıda Nəriman müəllim bir sözü işlətdi, o ifadə qulağımda sırğa oldu. Dedi, hələ mənim yaradıcılığımda belə bir şey olmamışdı. Təsəvvür edin, insan özünü kənardan izləyəcək, bütün həyatı gözünün qarşısından keçəcək. Və mən də çalışacağam ki, Nəriman müəllimin anasını elə, bilmirəm, ola bilməz ki, o qədər də belə deyək də, ana kimi, onun kimi canlandırım, amma çalışacağam Nəriman müəllim. Bu məsələnin öhdəsindən mütləq şəkildə gəlməliyəm. Odur ki, əzizlərim, çox gözəl bir tamaşa, real bir tamaşa sizi gözləyir və həqiqətən də iyun ayının 20-si bu tarixi unutmayın və mütləq şəkildə Heydər Əliyev Sarayında həqiqətən də bunu izləməyə dəyər və dəyər vermək lazımdır bu cür sənətkarlarımıza, bu cür xalq şairinə. Nə yaxşı ki, varsınız Nəriman Həsənzadə. Belə, həqiqətən maraqlı olacaq və ona görə bu parçanı seçdim. İndi keçirik sizlə söhbətə. Sizlə söhbət etmək mənə maraqlıdır. Və onda belə eləyək, o mikrofonu götür. Bizim 30 saniyə aramız var. Mən istəyirəm onu replə keçək. Olar mı? Reklama. Hə, elə 30 saniyəli reklamdır. Aha, Tamam. Getdi. Bayram kimidir Xəzər axşamı, hər gün efirdən yandırır şamı. Gözəl mətanət, mavi ekranda qısa bir ara veririk. Reklamlar. Mən bizim Elçindən, operatorumuzdan xahiş edirəm. Deməli, bir də gördüm ki, göz mınçığı. Heç mənim uşaqlıqda bəlkə də göz mıncığım olmayıb və Ömər deyir ki, Mətan xanım, sizə göz mıncığı almışam, bunu taxırıq bura və deyirik ki, göz dəyməsin. Bəli, görürsünüzmü? Aha.
Çox qəşəngdir. Düz deyir, Düz deyir, eləmi? Bəli, bəli. Düz deyir. Dəyənin gözü çıxsın. Gözü çıxsın. Deməli, biraz əvvəl reklamda bizim Qurdun anası Tərlanla, bilir, mən çox sevirəm bu xanımı, yazışırıq. Deyir, onun o qədər gözəl mahnıları var. Özü bir mahnısı var, bəyənmir. Gəldən oxuyacam, başqasını oxuyacam. Yox, deyir, niyə bəyənmir? El aləm o mahnını bəyənir. Niyə deyir, hamımız bəyənirik. Qar adamı. Nədir o elə? Onu niyə bəyənmir? Oxumuşuqsa burada da oxumuşuq. Yox, niyə deyir bəyənmir onu? Heç kim demir bəyənmir. Mama ilə yazsın. Mama istəyir ki, hər dəfə oxusun da, məsələ ondadır. O da ki, deyir, hər dəfə yox yəni. Yox. Əslində o belə bir məsələdir ki, mənim adama Ərdən biz olur da söhbət edir. Deyir ki, bəs sən axı çox mahnılar var, sən bu mahnını burada oxumursan. Biz axı axşamlar şou proqramlarda və s. oxuruq. Kommersiya baxımından mahnılar var, bir də var. Yəni belə deyək də bizi restoran nəyə görə çağırır? Ki insanları əyləndirək. Bəli, bəli, bəli. Mən istədiyimi oxusam insanlar əylənməyiz axı. Əlbəttə. Sözsüz ki. Və belə deyək də biz o şounu yarada bilirik deyə bizə restoranlar dəvət edir. Dəvət edir. Yəni fikrimi bildirmək istəyirəm ki, yəni mən öz istəyimlə, öz yaxınlarımın, öz dostlarımın istəyi ilə mahnı oxumuram. Anladıq. Mama eşitdinizmi? Tərlan xanım eşitdinizmi? Bir daha bu uşağın içinə bağlıdır. müdaxilə etməyin. Ümumiyyətcə valideynlər, böyüklərimiz, onlar ən yaxşısını istəyirlər. Sözsüz. Amma biz mahnı yazanda, məsəl üçün, məndə olub da, mən məsləhətləşirdim ilk illərdə. Mahnı seçirəm, studiyaya gedirəm, artıq bunu draft versiya deyirlər də, onu sırov versiyası. Hazırda göndərirdim anama, qardaşıma bir məsləhət almaq üçün. Hər dəfə nəsə bir elə müdaxilələr, bunu başqa cür oxuya bilməzsən. Bəlkə buranı belə, yox, başa düşmədim, görürdüm ki, yox, Nərmin, heç kimlə məsləhətləşmə. Artıq məhsul hazır olandan sonra, səslənəndən sonra, hamı, nə qəşəng mahnıdır, nə yaxşı ki, bunu oxudun. Ona görə dedim, mən düz eləmişəm ki, heç məsləhətləşməmişəm. Nərmin həm qüvvət sözlə, həm də ki, bu bayaqçı suallar. Məsələn, toyda var, bir də görürsünüz, yaxınlaşır. Mənim bir məşhur musiqi var, İlk Öpüş. Burada xanımla bəyin ayrılığından gedir, dəhşət ayrılığı. Mən onu necə oxuyum toyda? Bir dəqiqə. Yox, adam görəcək qardaş ilk, deyirəm, qardaş, necə bəylə gəlir burada, xoş günü, mən nətər oxuyum? Hə, necə oxuyum? Yəni, hər bir musiqinin öz yeri var. Ay, əlbəttə ki, düz deyir. Bəzən mən də görmüşəm. Deyirsən, bəylə gəlin oynayır orada, o nə mahnıdır? Ayrılıqdan gedir söhbət. Ayrılıqdan gedir. Bunlar xoş günü, mən niyə bunların ayrılıqda mahnı oxumalıyım? Ömər, baxın, mahnıların seçimindən dedi. Belə deyək də, sənin özünün belə deyək, öz biznesin var, öz işin var. Buna hobbi kimi baxırsan bu musiqiyə, yoxsa həqiqətən oradan da qazancın var? Yox, əslində o biznesimi hobbi kimi baxıram. Bura, bəli, bura tam ciddi yanaşıram. Tam ciddi yanaşırsan. Və ciddiyyət nə qədər, neçə faizdir? Yəni, onu demək istəyirəm. Ciddiyyət nə qədər, neçə faizdir? Bilirsən niyə? Çünki şou aləmində o ciddiyyət yoxdur bu dəqiqə. Bax, onu necə balansı qorumaq olar ki, mən özüm də gündəmdən düşməyim və səviyyəm də düşməsin. Oy da, oy, bəsdir səndə. Deyirəm də Mətanət xanım reperlər kimi danışır. Vallah, yox. Bu dəqiqə vəziyyət çox çətindir. Çox çətindir. Bədavətən. Adam getdi, bu binaya getdi. Faizini denən də qardaşım. Yox, beynində statistika gəlir. Statistik göstəricilər görək nə deyir Ömərdən? Bax, Mətanət xanım, bu yaxınlarda efirlərin birində bir xanım müğənni dedi ki, o vaxt müğənni az idi, sevilmək daha asandı idi. İndi müğənnilər daha çoxdur, sevilmək daha çətindir biraz. O əslində düz demişdi. Bu tək bizdə deyil ki, bu dünyanın hər yerində. Mən bundan bəlkə razı deyiləm. Razı deyilsən. Ona görə mən deməyim, yox, başqa şey deyirəm. Deyirəm, yəni deməyim odur ki, ona görə tam ciddi məşğul oluruq. Hər gün məşqlərdir, hər gün mahnılar verirlər, baxırıq, seçirik, oxuyuruq. İndi 3 mahnımız var. Çox gözəl mahnılarım var, 3 dənə aranjmandadır. Ömər, digər müğənnilərdən nəyi ilə seçilir? Bax, dedin, seçilmək bu onu dəqiqə çox... siz bilərsiniz, mən bilmirəm axı. Çox çətindir. Saçıyla. İlk növbədə saçı, gələn kimi dedim, yəni şirin saçı var. Ömər deyən kimi saçları adamı yazır. Əslində, yəni obraz və görüntüdə bir fərqlilik çox böyük və çox önəmli bir amildir. Hər ifaçı, necə ki, səs rəngi əvvəl çox önəmlidir. Düzdür, indi səs rənginə çox da fikir verir. Həm də şou biznesdə Ömər bir dənədir də. İndi başqası adını dəyişirəm. Mənim Radnoy adım bir dənədir. Radnoy adım. Kölgəm, neçə il kölgədə qaldın? Bax, bu sferadan uzaqlaşdın. Neçə il?
Bu günləri rəqəmlərlə danışırıq. Faizlər soruşursunuz. Neçə il? Aha, maraqlı söhbət olanda Mətiş oturur burada. Orada ne olsun yapma. O bilir işini, o bilir necə Bura eləyir. mənim yerimdə. O bilir necə eləyir. Super görsənir də var. Bir 10 illik mən yəni 10 kənar il. qaldım. 10 ildə nə iş gördün? Elə dediniz ki, sən 10 ildə nə iş görmüsən? Yox, orada 10 il elə bir ki, buradan Bəli. uzaqlaşdın. Mən buradan uzaqlaşdım, amma Almaniyada da olsam, orada Azərbaycan diasporası ilə yəni birlikdə Aa, tədbirlərdə tədbirlərdə. bir yerdə mən idim aparıcı, mən tədbirlər Ay, nə təşkil gözəl. edirdim. Sonra Kanadaya köçdüm. Qardaş, sən turnaya çıxmışdın, sən yaşamırdın. Bu yenə də qayıtdı Azərbaycana. Yenə də Ən qayıtdım maraqlısı odur ki, Azərbaycana. qayıtdı. Və yəni Kanadada da, yəni Azərbaycan orada Azərbaycan cəmiyyəti var, Azərbaycan evi. Buradan salamlayıram Kanadadakı Azərbaycanlıları da. Bizə baxırlar 100%. Orada Lalin xanım var, Günel xanım var. Buradan salamlayıram Nə onları. gözəl. Və bir yerdə biz yəni möhtəşəm işlər görürdük orada. Hansı şəhərdə? Torontoda? Torontoda, Toronto. bəli. İndi belə deyək də, görürdük. Və niyə birdən belə qərara gəldin ki, orada əgər iş gedirdisə, bura gəldin? Ora yəni müqayisə olunacaq deyil. Yəni bizim ölkəmiz çox qeyri-adi bir ölkədir. Yəni burada insan darıxdım və bura xoşbəxt bir yerdir. Yəni burada insanlar daha xoşbəxtdir məncə. Yəni narazıçılığımızla bərabər, nə ilə bərabər, elə yenə də onunla bərabər də yenə də xoşbəxtdir məncə Bakıda. Mən belə deyək də, o bəziləri var, mən heç bir verilişə baxmıram, mən heç bir kanala baxmıram. Qadasını alım, Azərbaycanda yaşayıram, mən bütün kanallara baxıram. Niyə də olmasın? Bütün televiziya kanalları nə, düşman kanal deyil ki, öz kanallarımızda mənə maraqlıdır, hansı kanalda nə gedir, səhər harda nə olur, nə olmur. Bütün kanalları izləyirəm. Yəni, o demək deyil, mən bütün günü televizorun qarşısındayım, yox. Yəni, evə getdimsə bir-bir baxıram, səhər işə hazırlaşdıqca bir-bir baxıram. Yəni, mənim radionu da elə dinləyirəm. Bütün kanalları dinləyirəm ki, görüm hansı radioda nə var, necədir, bu mənim üçün çox vacibdir. Və verilişlərin birində, ictimai televiziyada maraqlı bir belə dəyişmə, maraqlı bir qarşılaşma gördüm. Niyə məhz meyxana və kölgə, demədim rep. Niyə kölgə və meyxana? Nə məsələ idi orada? Mən bildim nə məsələdir, amma istəyirəm ki, Xəzər axşamının tamaşaçılarına da açıqlayasam. Tamam. Bir il bundan əvvəl mən xaricdə olanda gördüm ki, meyxanaçılar çıxır efirdən deyir ki, rep demək çox asandır, nə var onu demək. Hansı meyxanaçı? Dəqiq deyərik. Ruslan Müşfiqabad. Ruslan, bizim Ruslanımız. Bəli, Aha. gözəl şairdir, yəni hörmətimiz var. Qəşəng çox muğam oxuyur. Dəyərli. Onu da danışarıq. Opa! Biz də oxuyarıq muğam, görək kim yaxşı Sən muğam oxuya bilirsən. Baxarıq da. Maraqlı oldu, aha. Bəli, elə bir söz demişdi və doğrudan da rep camiasının doğrudan xətrinə dəymişdi və mən də rep camiasının içindəyəm. Old school-am. Ruslan dedi ki, repçilər meyxana deyə bilməz, amma mən rep deyirəm. Yox, meyxana deməkdən zaten iddiası yoxdur heç bir repçinin ki, mən meyxana deyə bilərəm. Hüseyn Dərya təbii ki, sübut eləyib bunu illər öncə. Bəli, bəli. Amma yenə də, yəni, sanki bilirsiniz necədir, əslində Xəzər axşamında hər şey real danışaq da. Danış da, qardaş. Başsız qalıb rep, ona görə başqa janrlar elə söz deyə bilir. Niyə başsız qalıb ki? Çünki meyxananın, yəni repin atası dünyasını dəyişib. Anar nağılbazı Anar nağılbaz, bəli. Hüseyn Dərya yoxdur. Qalanlarına can sağlığı arzu edirəm, amma dillənə bilərdilər. Kənara çəkiliblər. Kənara çəkiliblər, yəni lüzumsuz bilirlər nəsə irad bildirməyi, yəni kimsə nəsə deyəndə. Yəni bizim çiynimizə, bizim üzərimizə düşdü bu yük. Yəni belə də ki, deyirik. Yəni ürəkləri istəyirsən. Kölgə, sən bu işdə təksən, yoxsa yanında... Mən hələ ki təkəm, tək deyəndə mən 100% bilirəm ki, yəni qurd da məndən razılaşar ki, elə söz deyilməməlidir. Mən eşitməmişəm, düzün deyəm, eşitməmişəm. Burada ilk dəfə eşitirəm. Əslində heç bir sənət asan deyil. Hər bir sənətin öz çətinliyi var. Kimsə fikirləşir ki, bəzi hətta insanlar bizə baxan insanlar lan iş nəriyə getdi, mahnı oxudu, orada səhnədə oxudu. Yox. Hər bir şey işin çətinliyi var. Mən kölgəni çox illər öncədən tanıyıram. Mən indi hal-hazırda alternativ musiqidəyəm, həm rep də edirəm, oxuyuram da. Yəni mən amma bir söz deyim ki, rep o qədər də asan deyil, meyxana da o qədər asan deyil. Məsəl üçün repin bir qolları var ki, sırf
freestyle deyənlərdir. Yəni o freestyle deyəndə bədahətən deyənlər, bəli, çətindir. Yəni asan deyil. Ona xüsusi məşqlər lazımdır, ona xüsusi yanaşmalar Hazırlıq lazımdır. və bilgi. Bəli, yox, hər şey olmalıdır. Mənə indi hal-hazırda mən nə əvvəllər nəsə deyə bilirdiksə freestyle, indi mən məsələn freestyle deyə bilmirəm. Asan deyil də, yəni asan olmaqdan bir tərəfə, yəni biz meyxana ilə müqayisə eləmirik ya. Yəni Azərbaycanımızın Meyxana folklorudur. bizim folklorumuzdur. orada ayrı-ayrı mən rica edirəm. Bəli, buyur. Fikrim. Yenə deyirəm, amma bir-birini müqayisə eləməyəndə bir sənətlər deyirlər. Çünki onun yazılışı tamam başqadır. Onun ritmi daha başqa. Amma kölgəni düz deyir. Mən metronun içində olmuşdu da orada. Orada gördüm. Çox çətindir. Meyxanaçı o ritmdə deyə bilmir. Rapçi də o ritmdə deyə bilsə də artıq başqa yazır. Gəlin onda Ruslanın bir dənə sözü var. Onu eşidək. De. Sizünki repdir, meyxanadır. Dostlar yenə mənlə yan-yanadır. Diqqət indi Ruslanadır. Rep, İncə səhərdə incələ hər bir sözləri bir-bir. Səni görür hər bir kəsin balali, gözləri bir-bir. Sevir bu millət bizləri bir-bir. Bu rapti mi? Yox, yəni Təbii ki, rap deyil. Rap deyil. Rap deyil. Deyil, mən də ona görə dedim. Mən Bu rap deyildi. Nərminə bir həftə olub çətinlik olsa, mən bir tekst yaza bilərəm və ritmin üzərində, müğənni də ritmi də bilir, o sturur. O demək, o artıq o rap deyə bilir. Amma yəni ki, özü yazıb, özü oxumur. Amma partiyasında oxuya bilər onu. Heç kim deyə bilməz ki, Nərmin rap oxuya bilməz. Gəl indi bir şey deyək. Burada meyxanaçılar olanda mən çox istəyirəm, dostlarımdır. Mən meyxanaçı deyiləm. Amma bir əşya çıxdı, canlı efirdir. Bir əşya, tutalım ki, məsəl üçün bir fincan. Mən dərhal bədahətən başladım fincana sözlər deməyə meyxanada. Mən nə deyirəm? Yəni mən meyxanaçı deyiləm. Meyxananı... Sözləri düzdüm, qoşdum və gülməli də alındı. Və uşaqlar deməli başda meyxana deyirsən. Əstəğfurullah, mən meyxanaçı deyiləm. Amma bu da rap deyil. Yox, reallıq var. Mənə hətta bilirsiniz də indi bu camiədə tanımışam, müğənniləri də, meyxanaçılarla çoxsuyla dostluğumuza verirəm. Mən hətta həmişə sual vermişəm onlara. Bu nədir? Bədahətəndir, yoxsa söz bazasıdır? Hər iki tane cavabı olub. Söz bazası da... Bazası olmalıdır. Yox, söz bazası başqa şeydir ya. Yəni danışıqdan getmir və... Aha. O qədər ki, onlar o deyiblər, onlarda hazır kəlmələr var. Bilirsiniz nə deməksə? Onun sirləri var da. Tamam, o da təbii ki, asan bir şeydir. Asan deyil, yox, asan bir şey deyil. Amma yəni bədahətən yəni ağla ilk gələn fikir deyil də. Qurd demək istəyir ki, onlar mağarada, toy mağaralarında o qədər onu görüblər ki, yəni bunu düzdür, meyxana, yəni mən eləyə bilmərəm onu. Mən də eləyə bilmərəm. Yəni rapçinin də freestyle o səviyyədə də deyil ha. Əslində meyxana çox yüksək səviyyədədir. Amma yəni məsəl üçün biz metroda bir ictimai televiziyada rap dedik. Orada məsəl üçün meyxanaçı Kamran Xırdalanlı. Bəli, Xırdalanlı orada məsəl üçün belə bir rap deyirdi o. Məsəl üçün həri gəl mənə dostum, gəl bəri. Bu günləri səndən deyim rap. Bu yəni rap deyil. Yəni rapin bölgüləri var, rapin çox çərçivəsi var və yəni bir sözlə deyim, rap tək söz üzərində olan bir şey deyil, təfəkkür məsələsidir. Yəni zövqün də sənin rapçi təfəkküründə, yəni zövqün də rapçi zövq olmalıdır ki, rapə oxşasın. İndi buradan deyirəm, yəni madam ki eşidirlər bizi, yenə də deyirəm, əgər doğrudan da siz bunu bacarırsınızsa, təbii ki belə canlı verilişlərdə elə risk eləyə bilmərik. Yəni ki, çünki rapdir bu, ağızdan çıxana, yəni qulaq şahid olur. Onda bir veriliş çəkək sizin üçün. Veriliş də çəkərik, amma ki, battle təşkil olunacaq. Battle'da gələrlər, ev tapşırıqları. Nə vaxt olacaq o? İndi onlarla razılaşarıq. Demirlər, rap deyirik, gəlsinlər, gözləyirik. Yox, mən yenə icazə versəz, bitirdiniz də siz, ha? Məsələ nədədir? Meyxanaçıların əksəriyyəti şeiriyyatı yaxşı bilənlərdir. Yaxşı bilirlər. Şeiriyyatı gözəl bilirlər. Və sadəcə onların, yenə deyim, bir də bədahətən var olardı, o mümkün deyil. O əzbərçilik də, əzbərçilik yox, şablonları da var. Əvvəlini hazırlayıb, məsələn, çox vaxt yerlər bir dənə tərifdir də, çoxsa onlarda hazırı olur. Bildiniz nə demək istəyirəm? Anladım. Bu mövzunu danışarıq biz, çünki maraqlı oldu mənim üçün. 2 şaxəli oldu, çünki Azərloteriya bizim xüsusi sponsorumuz.
Bəli, xüsusi sponsorumuz olan Azərloteriyaya təşəkkür edirəm. Bugünkü gözəl məlumatlara görə elə mən də buradan kənardan izlədim ki, nə cür gözəl yeniliklər var. Hər yenilik uduşa bir addımdır. Hər bir cür qazanır, bilirsiniz. Mən çox sevirəm Azərloteriyanın bax bu oyunlarını, şansımızı sınayırıq. Həyat şansdır. Xanımlar üçün bu daha çətin olur, elə deyilmi? Qadınlar üçün daha çətin olur. Şans. Ümumiyyətcə məncə şans bəxtdir də. Şansın cinsiyyəti Bəxt olur. Var. Aa, elə var ki. Sən neçənci əsrdəsən? Vallahi 18-ci. Şans mənə elə gəlir ki, insanlar şansı doğula da bilər, sonradan şansla gələ bilər. Bəlkə elə insanlar var ki, 70 yaşında gəlir, nə bilim, şansı elə gətirir ki, 70 yaşında şanson oxuyur. Şansı gətirir, şanson oxuyur. Bəli, bəli. Niyə də yox. Şansdan şansana. Oxumaq demişkən indi bir gözəl mahnı oxuyacaq bizim Nərmin. Qadın, elə belə demədim, qadın. Bəli. Sevgidə də bəxti getirsə laf gözəl. Sevgidə kimi bəxti gətirib ki, dur, əsəblərim pozuldular. Bazıldı. Sen sevgi kadını, sevdin dünyanı, hayatı. Korkmadın sınavlardan, boş verdin düşmeni yadı. Her günün bir hediye Tanrı'dan mənə ruzudur. Şükredirəm ona çünkü bizi yaradan, koruyan odur. Kadındır, kadındır, sevginin, eşliğin özü. Kadındır, kadındır, hayatın şirin sözü. Kadındır, kadındır, güzelliğin belə lap özü. Kadındır, kadındır, Tanrı'nın verdiği gücü. Kadındır, kadındır, sevginin, eşkin özü. Kadındır, kadındır, hayatın şirin sözü. Kadındır, kadındır, güzelliğin belə lap özü. Kadındır, kadındır, Tanrı'nın verdiği gücü. Her günün bir hediye Tanrı'dan mənə ruzudur. Şükredirəm ona çünkü bizi yaradan, koruyan odur. Kadındır, kadındır, sevginin, eşliğin özü. Kadındır, kadındır, hayatın şirin sözü. Kadındır, kadındır, güzelliğin belə lap özü. Kadındır, kadındır, Tanrı'nın verdiği gücü. Kadındır, kadındır, sevginin, eşkin özü. Kadındır, kadındır, hayatın şirin sözü. Kadındır, kadındır, güzelliğin belə lap özü. Kadındır, kadındır, Tanrı'nın verdiği gücü. Kadındır, kadındır, sevginin, eşkin özü. Kadındır, kadındır, hayatın şirin sözü. Kadındır, kadındır, güzelliğin belə lap özü. Kadındır, kadındır, Tanrı'nın verdiği gücü. Nərmin, bunu kim yazıb? Səfər Zaman. Sözləri də mi onundur? Musiqisi də ona aiddir və ifadə də, yəni onun səsi Səsidir. Mən bilirsən nə fikirləşdim? Əslində üzü məsəl üçün də bizim Qadınlar Günümüz 8 martda olur da, düzdürmü? Həmin gün üçün biz bu mahnını təqdim etmişdik. Mən nə fikirləşdim? Tanınmışlar, tanınmış kişi
ifaçılarımız, xanımlarımız, bax bunu belə Michael Jackson eləyirdi həmişə belə ətrafında o səsli müğənniləri yığırdı. Bax bunu o cür təqdim etmək olar. Sosial mahnı Sosial kimi. ki qadına mən onu təsvir etdim özümdə. Çox gözəl sən hissiyatın var. Həqiqətən hərə Bəli, bir söz elədir. deyir, qadındır onu xorla demə. Heç nə, təzə klip çəkəcəm. Bəli, mümkündür. Alınır bu Çox mahnı gözəl elə bir ideyadır. sırf onun üçün. Bəli, razıyam. Çox bəyəndim. Çox Çox sağ ol təşəkkür əzizim. edirəm. Sənə Hamı həsr oxuya etmişdim bilər. də ya. Bəli. Bəli. Ömərlə danışacağam. Ömər ümumiyyətlə efirlərdə də çox efirlərə getmirsən sən. Yoxsa necə Az-az Ömər? gedirəm, efendim. Az-az gedirsən. Az-az gedirsən yoxsa dəvət etmirlər? Yo, dəvət edirlər, sağ olsunlar. Ən çox bizə dəstək olan Xəzər televiziyasıdır. Mənim özümə şəxsən Murad müəllimə başda olmaqla bütün kollektivə təşəkkürümü bildirirəm ki, həmişə mənə dəstək olur Xəzər televiziyası. Mən bir şey də deyim ki, bütün kanallarda sağ olsunlar. Bəli, bizim Ömər Qazidir. Bəli, ikinci vətən müharibəsində, ümumiyyətlə vətənin birincisi, ikincisi olmuş, sadəcə savaşdan gedir. Vətənimiz uğrunda döyüşlərdə iştirak edib və həmişə qürur hissi keçirirəm belə insanlarla söhbət edəndə və birinci onu elə vurğulamalıyam. Allah sənə ömür versin. Bu bizim üçün şərəfdir. Ömər, ümumiyyətlə, gəl belə deyək də, biraz əvvəl danışdığı show biznes aləmində, bax, görürsən ki, deyir ki, mən çox da ki, deyir, xoşuma gəlməyən mahnı da olsa, əgər o mənə pul qazandırırsa və insanları əyləndirirsə, mən onu oxumalıyam. Çünki insanlar onu bəyənir. Səndə necədir vəziyyət? Çünki hərəmizdə fərqlidir. Qardaş düz dedi, məndə də eyni vəziyyətdir. Yəni, mən özüm də, məsəl üçün, dostlarıma indi söhbət olanda, oturanda dediyim sözdür ki, gərək öz xoşladığımızı oxumayaq, cəmaatın xoşladığı oxumaq lazımdır. Kommersiya bağı. Kommersiya bağı. Amma bir söz deyim də, Üstünüdür. cəmaatın zövqünü əslində çox da nəzərə alsaq, yəni əsl musiqidən, əsl sənətdən də kənarlaşa bilərik. Ona görə bunun balansını da qorumaq lazımdır. Yox, cəmaat baxır hansı cəmaatda, hansı kontingent var da. Yəni ki, o kütlə üçün oxuyan ayrıdır, amma cəmaat üçün oxuyan ayrı. İndi məsəl üçün biz toylarda oluruq, hörmətli insanlar dəvət eləyirlər, gedirik. Yəni mən şəxsən olduğum toylarda siz dediyiniz kimi insanlar, müğənnilər olmur. İnsanların hamısı bizim üçün doğmadır, hörmətlidir, o canımızdır, ciyərimizdir. Sadəcə zövq məsələsi var da. Zövq məsələsi, Mətanət xanım, biz siz bayağıya gəlib düşürük də. Valla bayağı mahnı yoxdur. Yoxdur, bayağı mahnı. Oxuyanlar var da, bayağı niyə oxuyanlar var da? Yox, oxumaq, onu təqdim etmək var. Mən sizə elə bir mahnı göstərərəm ki, onu xalq artistləri ilə gözəl oxuyur ki, deyirsən, nə qəşəngdir. Oxunuş qaydadan başqa. Oxunuş qaydası, bəli. Oxuyanlardan təqdim etmək var. Bəli, bayağı o müğənnilərdən gedir söhbət. Amma mən mahnıları heç saymazdım bayağı. O qədər onu gözəl təqdim etmək var. Burada bizim hansısa muğam ifaçımız idi, qızlarımız var. Əslində, Ömər də düz deyir, Kölgə də düz deyir. Hər ikisinin sözündə həqiqət var. Məsələ bilirsiniz nədir? Hansı janrdan, burada yenə janra və o janrın içində də hara işləyirsən də. Misal üçün, tam səmidim, reperlərin çoxsu, bəli, həqiqətən də kommersiyaya daha çox işləmirlər. İşləyənlər də var, işləməyənlər də var. Yəni, kommersiya işləməyəndə onlar istədiklərini verirlər və onların kütləsi var. Demirəm ki, çox böyük kütləsi var, amma kütləsi var ki, onlar onu dinləyirlər. Dinləyir. Hə, bir də var ki, sən sırf kütləni əyləndirmək və yaxud da ki, yəni bir növ deyək də, indiki dövr deyəkmək və s. Yəni, cəmaat onu istəyir səndən, sən onu hiss edirsən. Özünkü bu qatır sonra, demirəm, sən cəmaat elə bunu istəyirsən, onu hazırlayırsan, verirsən onlara. Yox, özünkü də əlavə edirsən və əlbəttə ki, hansı kütlə yox, daha çox hansı səhnəyə işləyirsən. Səhnə də böyük rol oynayır. Çox yaxşı məqamdır, hansı səhnəyə işləyirsən. Hansı səhnəyə işləyirsən. Doğrudur. Bax, röpdən danışırıqsa, bugün mən də bir söz deyim. Çünki röplə böyümüş bir insana 90-cı illərdə biz hamımız röp dinləmişik. Biz də artıq o yaşlardanıq. Mən, məsəl üçün, bir neçə il öncə Sinaps Production var. Sinapsda röpçülardır. Onların arasında bir neçədən röpçü var. Mən onlarla əməkdaşlıq edirəm, dostlarımdır. Konsertlarında oldum və o qədər kütlə, yəni insanlar axını bilməzdim ki, o qədər dinləyicisi var röpün Azərbaycanda. Dəhşət çox. Ondan danışacaq. Birazdan biz qurdu dinləyəcəyik, çünki onun tədbirə gedəcək, onu ifasını alıb təntənəli sürətlə tədbirə yola salarıq. Ömər, rep dinləyirsənmi ümumiyyətlə? Elşad Hüseyn dinləyirəm. Elşad Hüseyni dinləyirsən. Niyə Elşad Hüseyni? O mənə yaxındır. O sənə zövq verir. Bəli. Başqa heç kim sən üçün?
Oha, Bu maraqlıca. normal bir şeydir. Normaldır, ha. bəli. Əslində mən Zövqlər buna müxtəlifdir. yox, bəli, Elşad Hüseyni mən də sevirəm. Çox əslində qəşəngdir. onun tərəfdarıyam ki, bizdə belə pərəstişkarlıq çox, yəni bizim qulaqlarda çox zəifdir. Çünki bu gün məsəl üçün qurd yeni mahnı qulaqasıla qurda, sabah bir Nərmin təzə mahnı buraxır qulaqasıla ona. Yəni bizdə konkret bir adama qulaq asmaq yoxdur. Ona görə də bizim trend listə görə, yəni hamı trend listə düşmək istəyir. Bilirsən niyə? Çünki ora restoran müdirləri də ora baxır, cəmaət də ora baxır və deyir ki, İndi bir şey bu deyim. deməli dəbdədir, deməli bu yaxşıdır. Göstəricidir o. Fərid, belə bir Göstərici şey varmı görünür. ki, Fəridin Görünür, özünün xüsusi dinləyiciləri var. Səni dinləyirlər Yox, və baxın, birdən Nərmin bir qəşəng mahnı oxuyur, sənin dinləyicilərin axın edir ora. Varmı belə bir şey? Necə axın edir? Yəni səni artıq belə deyək də dinləmir, keçir ona. Yoxsa sırf səni Yox, sevirlər. mən demək istədiyim başqa şeydir. Yəni bizdə məsəl üçün yeni bir mahnı çıxır. Məsəl üçün sabah kölgə bir mahnı buraxacaq, qəşəng bir mahnı olacaq, partlayacaq. Hamı başlayacaq ona qulaq asmağa. Yəni onu Sabah deməsən, bizim sənin fan klubun ona fan mı klub- yönələcək? Yəni mən də onu gətirirəm ki, fan klub çox cüzi şəkildə var. Yəni mən demirəm də xüsusi Mahnıya görə var, ifaçəyə görə o qədər də deyil. Deyil də. Sözü Aha, budur. bax bunu istəyirəm. Bəli, mahnıya Mahnıya görə görə daha çox. var. Bəli. Deməli, Yox, bəli. o yalnız bizdə deyil. Yəni O bütün dünyanın hər dünyada yerindədir. dünyada bu Hər proses yerindədir, gedir. Yəni bəli, əvvəlki yəni rock dinləyiciləri də yenə arasında başqa rockerlərə də qulaq asırlar artıq. Yəni bəlkə də bu sosial şəbəkənin çox genişlənməsi olubdu. Əvvəl imkan tapırdıq, gedirdik atadan, anadan pul gedib bir kaset ala Bəli, bilirsə, bəli. indi YouTube-da bir dənə Hər şey basın əl hamısına, çatmaz. hamısına Çox, baxırsan. bəli. Ta əl çatmaz oldu. Belə siz necə əvvəllər yaxşı idi. İndi hər Ya, şey belə. məncə Hər şey məsələn nisbidir. hər Necə dövrün- varsa o da dövr- yaxşıdır. Hər dövrün öz gözəlliyi var, ən çətinlikləri də var. Bayaq Ömər qardaşımız bir dənə qəşəng söz dedi. Amma mən ondan razıyam ki, əvvəl müğənnilər az idi. Kölgəm təsdiqləsin. Minlərlə reperlər vardı. Minlərlə. İndi o qədər reper yoxdur. Yoxdur. Danışarıq, gəl İrfanı Ne alaq yapayım? əzizim. Hansı mahnı oxuyuram? Baba, Gəlmə, gəlməsən qulağına Gəl tutalım. lanı Qoy qoymaz. sürpriz Gəlin, olsun rəqs da, edək. sürpriz Gəlin, olsun. rəqs edək. Rəqs edə hər kəsi yox. O sənin olsun versin ona. Sənin olsun. Ha. Bir dənə mahnım var gəldi, onu qoymadınız oxumağa. Hamı Yaxşı da elədim. sevir. Yaxşı Niyə elədim, qoymursunuz elədim, mənə? elədim. Mahnımı qoymursunuz oxumağa. Dur rəqs edək. Yaxşı. Gəl. Qədəsə. Əzal bala rapdən, qalma dala kefdən. Risk et bala basket, sənə respekt var bizdən. Boş-boşuna deyinmə, kostyum giyin ərinmə. Toydasan bugün abalam, ispartilini giyinmə. Axşam bugün nişan düyün, ye iç durma keyfini çək. Dostlarımın arasında sən Tony Montana tək. Kartejlə asfalta yazat getsin avtograf. Çəkir bizi fotoğraf, çək, 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 çək. Rəqs edir hər kəs bu gözəl gecə. Burada var şov, sonra eğlence. Rəqs edir hər kəs bu gözəl gecə. Burada var şov, sonra eğlence. Aşktan sonra disco, getir mini disco. Tango, bala mambo, bala dəbdə deyil twist go. Amma öncə dayanma, sifariş et yubanma. Mənim trekim sənə yazılı, boş-boşuna dolanma. Rəqs et, belə əks et sənə, hər kəs burada heyrandır. Yazır bulu, qarnın dolu, gir meydana məqamdır. Dost evlənir, əlləri zəncirlənir. Sən isə subay olduğun qədər rəqs et, bala bax gezilir hər kəs. Bu gözəl gecə, burada var şov, sonra eğlence. Rəqs edir hər kəs, bu gözəl gecə. Burada var şov, sonra eğlence. Sonra eğlence, sonra eğlence. Burada var şov, sonra eğlence.
bravo. Baxın. İndi mənə deyir ki, bunu oxumaq istəmirəm. Deyirəm Demirəm, sənin oxumaq istəmirəm. vizit kartındır. Yox, Vizit vizit kartındır. kartın. Yəni yenilik təqdim etmək lazımdır da. Sən özün bizim üçün hər gün Təşəkkürəm, yeniliksən. çox sağ ol. Təşəkkür edirəm. Gəldin, Təşəkkür bilirəm edirəm. ki, üstündə gedərsən mikrofon. Nə harda danışırsan, Hamısı hamısını görsənər, eşidərik. bilinər. Səs rejissorumuz da hamısını qeydə alır. Elə eləmək ki, sabah paparazzi. Onda bir dənə belə, bir dənə. 2. Bir dənə belə, bir dənə elə. elə. Çıxırıq biz Bəs, reklama. dayan, bəs. Axşamınız xeyirli olsun. Kölgə. Bəli. Niyə kölgə? Necə fantastik sualdır. mövzulara Mən də girmir. ağlımdan keçir. Çox maraqlı oldu. Kölgə hərənin bir ləqəbi var idi. Məndə də yəni uşaqlıqdan. Əsl adın necədir? Əsl adım mənim çox dəyişilib. Necə yəni çox dəyişib? Hal-hazırda Rifaddır. Rifat. Bəli. Yaşadığın Qəşəngdir. ölkədən əsl Yəni olaraq hal-hazırda. Yox, sadəcə mənə heç kim o adı deməyib deyə heç vaxt. Yəni Rüfət deyiblər. Bir dəqiqə, anadan doğulanda ad qoyurlar. Tamam, metrikada ad olur da, onu demək Bəli, istəyirsiniz. metrika. Tamam, bir dönəm Rifad idi. Sonra dəyişdirdik Rifad. Rifat. Bəli. Aha. Sonra bir müddət sonra başqa adlar oldu da. Ləqəbimi maraqlanırsınız Mətanət xanım? Ay bal adamın bir adı olar. Çort sinim, iki adı olar. Çort sim demişkən mənə bütün dost tanış Kolya deyir. İndi onu nətər eləyək? Nikolay. İndi Nikolaydır mən. Nikolay. Ömər, sənin adın öz adındır. Bəli. Mikrofon öz Bəli, adındır. bəli. Sənin də öz adını. Amma alındı repdə həmişə belə deyək də adlar olub. Amma anar həmişə nağılbaz gedir. Ləqəbi Allah rəhmət nağılbaz eləsin idi. Allah anara. rəhmət eləsin. Hüseyn Dərya idi Dərya. və onlarla dostluğun olub. Bəli, mükəmməl dostluğum olub ikisi ilə də. İkisi də dünyasını dəyişəndə buradaydınmı? Anar Nağılbaz dünyasını dəyişəndə buradaydım. Hüseyn Dərya. Hüseyn Dərya dünyasını dəyişəndə burada değildim və çox ağır keçirdim həmin etapı. Aa, Çünki qürbətdə idim, eşitdim və deyiləcək çox, bölüşüləcək çox sözlərimiz var idi, amma heç amma qismət olmadı. qürbətdə olanda ünsiyyət Bəli, qururdunuz. bəli, əlaqə saxlayırdıq və O üzük dedin onundur, hə? bu üzük, bəli, Hüseyn Dəryanın üzüyüdü. Xahiş edirəm, göstərin kamera. Kamera göstərsin, xahiş edirəm. Hüseyn Dəryanın üzüyü səndə necə oldu belə? Buradan yəni getməmişdən öncə mənə xatirə olaraq üzüyünü vermişdi. Aa, Bəli. ölməmişdən öncə. Bəli, bəli, bəli. Aa, nə gözəl. Və neçə ildir saxlayırsan? Bəli, mənim üçün çox özəl və çox dəyərli bir yəni üzükdür. Yəni mən bunu qoruya-qoruya saxlayıram. Çünki dəryadan qalıb mənim üçün. Ömər, varmı elə Bəli. bir tanıdığın sənətçi dostluğun və yaxud da ki, belə sənin üçün çox özəl olan insanın hansısa bir əşyasını saxlayırsan? Xeyr. Yoxdur. Mən fanat olmamışam heç vaxt. Elə şeyləri Ha. fanatı olmamısan. Yox. Niyə? Sevməmişəm. Aa, nə qəribə. Kimsə fanatı olur amma. Yox, fanata da elə hər fanata durub hər nəsə hədiyyə olunmur, düzdür. Yəni biz də fanat olaraq yəni, almamışıq Dəryadan. Yox, siz dost olmuşsunuz. Dostluyduk. Amma mən arzu edirəm ki, Ömər elə bir dostluqları olsun ki, bizim səhnədə, bizim show biznesdə ki, ona da Var, dostlarımız çoxdur. yəni tamam. yəni Çox. Show ona da biznesdə dostluq yoxdur ki, hamı çıxan burada deyir ki, salam məlekim verilişdə, sağ olun, getdik. Hansısa məclisdə salam məlekim, hansı ad günündə, əleykə salam, getdik. Aha, dünən, bilirsiniz ki, bizdə həftə içi 5 gün Xəyanət serialı gedir və çox sevdiyim serial və onun ardından Xəyanətdən sonra verilişi gedir. Və dünən onun çəkilişində çox maraqlı bir hüquqşünasımız bizim Tağı Hüseynov, Tağı müəllimi buradan salamlayıram. Maraqlı bir ifadə işlətdi, çox xoşuma gəldi. Həmişə deyirdik ki, dost dar gündə tanınar. Dedi, xeyr, dost yaxşı gündə tanınar. Çox marağıma belə deyək də kəsb etdi, cəlb etdi məni. Dedim, niyə elə dediniz ki? Dedi, sən yaxşı bir gündə tutalım bir bahalı bir şey aldın. Ətrafdakılar insanların reaksiyasına bir bax. Gördüm, ağla batan sözdür.
Amma Mətanət xanım, mən sizə bir şey deyim. Buyur. Mən 10 illik dostumdan elə bir xəyanət görmüşəm ki, artıq siz nətər, mənim ən yaxın dostum Ülvüdür, neçə illik bizim uşaqlıq dostumuzdur. Amma bir dostum vardı, 10 il biz ondan ailəvi dostuq. Ondan elə bir xəyanət gördüm ki, mən artıq insanlara nə bilim... 10 il və 10 sonra il, bəli. sənin özünə qarşı xəyanət... Bəli. Nə etdi sənin... İndi efirdə deyiləsin. Mənimsədi pulunu, nə etdi səni? Pulumu yox, əşyamı. Bahalı bir əşyamı. Səndən ona hədiyyə qalıb da, bayaqki mövzu. Bayaqki mövzu. Aldıq onu. Aldın? Aldıq bəli. O avtomobil olub, nə olub? Avtomobil mi olub, nə olub, nə şey Xeyr, olub? telefon olub, bahalı telefon olub. Uğurlamışdı. Onun kimi bir şey. Telefon olacağı nədir? Onu... Onu Deməli, dost Ömərə deyilmiş desəydi, Ömər ona hədiyyə edərdi. Ondan mən o qədər indi mənim ətrafımda olanlar bilir, bəlkə musikantlar da bilir. Tanıyırıq onu. Bəli. Tanımış Siz adamdır. tanımısınız, siz tanımısınız. Bəhmən tanıyır. Bəhmən Hə. bu gecə evə getdi yoxdur. Hə. Ona mən o qədər maddi, mənəvi dəstək olmuşam. O qədər. Hə, elə bir Müğənnidir, ifaçıdır. oxuyandı da, oxuyandı. Sən mənim canım kimdir? Mikrofon tutan. Bir tanımaz olaydım, deyir, tanımıram. Mən götməyəcəm bu gün evə. Etmə Bəhmən üstünə. Yox, mən eşidim deməyəcəm onu. Nə? Deməyəcəm adı, məndə o xasiyyət yoxdur. Bilmir deyəcəm, sonra biləcək. Mən deməyəcəm onu, Ömər. Sadəcə məndə informasiya olsun. Demərəm axı. Yox, mən heç tanımıram onu. Yox, tanımıram. İlk dəfə deyişdim. Yox, tanımayın. O nə oxuyur? Mikrofon Romansı oxuyur, ariya oxuyur, rep deyir, meyxana deyir, nə deyir? Yox. Bəlkə Nərmin kimi gözəl rəqs edir. Yox, o ola Yox, bilməz. ola bilməz. Nərmin xan boydadır. Belə çəkirək kilo. Nə mədəni uşağımış bu. Nə mədəni uşağımış bu. Çəki olaraq deyirəm. Amma baxanda Vallahi bu düşünürəm. gözəl xanımdır o. Yox, çəki olaraq deyirəm Nərmin xan. Hə. Amma oxumağı 3 nöqtə. Sən Elə batırsan demək qardaş, danışdıqca batırsan. Elə Sən sual demək vermə ona. istəmirdi. Hələ burada qalsın. Ya oğlan atdı ortalığı. Ay, elə demək istəmirdim. Uşaq Bir rep eşidəcəyindim. Ramiz Rövşəndən. Nə yaxşı Ramiz Rövşənin şeiriyyatına müraciət etdin? Mən düşünürəm ki, ümumiyyətlə biz repçilər zaten yazırıq, sözlər yazırıq, replər yazırıq. Aha. Amma bəzi şeirlər var ki, bəzi dahilərin əsərləri var ki, onlar da səslənməlidir böyük səhnələrdə. Nə gözəl. Və mən düşünürəm ki, yəni mən Nəsiminin də İmadəddin Nəsiminin Bəli, də onu bilirəm. əsərini oxumuşam. Və mən artıq istəyirəm ki, dəyərli bildiyimiz şairlərin şeirlərini səsləndirək. Hansı şeiridir və Ramiz Rövşən bilirmi? Ramiz Rövşən bilmir, amma Oğurlamısan. Yaxşı oğurlamaq mənada. demək olmaz, Ramiz sürpriz deyək. müəllim, Ramiz Rövşən dahidir, dühadır və onun şeirlərinə nəysə burada artıq öz yanaşman varsa, Ramiz Rövşən yalnız buna sevinər. Çünki o insan necə düşünürsə, o cürdə həyat tərzi var, o cürdə yazdıqları var. Ona görə elə Nərmin demişkən 3 nöqtə siz dahisiniz. 30 saniyə ara və qaydırıq. Hara, bura. Come on. Gəlsin mahnımız. Ramiz Rövşən, kölgə. Gedirəm izim böyüyür, susuram sözüm böyüyür, baxıram gözüm böyüyür. Dünya mənə tanış gəlir. Bunun dağı daşı tanış, bunun yayı qışı tanış, gözlərimin yaşı tanış. Dünya mənə tanış gəlir. Gəlmişəm, görmüşəmmi, yaşamışam, ölmüşəmmi, bir dəfədə gəlmişəmmi? Dünya mənə tanış gəlir. Şirin şirin yuxudaydıq, bir zalım oyatdı bizi. Anaların qucağından bu dünyaya attı bizi. Düşdük yolların ağına, baxtımızın sorağına, qatdı bizi qabağına, əlində oynatdı bizi. Biz ki yol nədir bilməzdik, biz ki öl nədir bilməzdik. Bilsək dünyaya gəlməzdik, analar ağlatdı bizi. Dünya mənə tanış gəlir, dünya mənə tanış gəlir. Dünya mənə tanış gəlir.
başı tanış, bunun yayı qışı tanış, gözlərimin yaşı tanış, dünya mənə tanış gəlir. Gəlmişəm, görmüşəmmi, yaşamışam, ölmüşəmmi, bir dəfədə gəlmişəmmi, dünya mənə tanış gəlir. Şirin şirin yuxudaydıq, bir zalım oyatdı bizi, anaların qucağından bu dünyaya attı bizi. Düşdük yolların ağına, baxtımızın sorağına, qatdı bizi qabağına, əlində oynatdı bizi. Biz ki yol nədir bilməzdik, biz ki öl nədir bilməzdik, bilsək dünyaya gəlməzdik, analar ağlatdı bizi. Dünya mənə tanış gəlir, dünya mənə tanış gəlir. Dünya mənə tanış gəlir. Çox sağ ol Kölgə. Mən istəyərdim belə janrlara, ümumiyyətlə şairlərin, bax Nəsimidən dedin, Ramiz Rövşəndən o qədər gözəldir ki. Mən elə tövsiyə edərdim ki, Nəriman Həsənzadənin də bir şeirlərini Mənim gözüm arasında. üstə. Çox xahiş edərdim, çünki mən o xalq şairimizi çox sevirəm. Hətta siz seçin, mən onu ifa Mən eləyim. mütləq şəkildə Tamam, təşəkkür tamam, edirəm. sağ Təşəkkür ol. edirəm. Mən tez sponsorlarımıza da bir dərin təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru bilirsiniz, artıq neçə müddətdir ki, bizimlə əməkdaşlıq edir. Yaxşı ki də edir və yaxşı ki, belə bir mərkəz var. Əlbəttə söhbət Abşeron Ticarət Mərkəzindən gedir. Böyük bir ərazisi var. Ora gediş-gəliş çox rahatdır. Nə olsun ki, Lökbatan dairəsi ərazisində. Bütün metro stansiyalardan ora avtobuslar çalışır, işləyir və mindən çox mağaza ümumiyyətlə, bilsiz nədir? Baxıram, bax elə ekranda, monitorda görürəm də, nə yoxdur ev üçün. Evə nə lazımdırsa, xırdasından tutmuş, ta ki, böyük əşyasına qədər. Ümumilikdə bizi bizdən yaxşı fikirləşən Abşeron Ticarət Mərkəzi. Və ev danışanda, evi ümumiyyətlə təsvir edəndə deyirik ki, hər şey olsun da evimizdə. Bizim ev mebel şəhəri də deyir ki, abalam, da mebel almaq lazımdırsa tələsin də. Bəli, tələsmək lazımdır. Mebel seçimi etmək sizə 70-dən çox brend mağazanı qarşınıza qoyur, təqdim edir və deyir ki, buyurun əziz alıcılar, seçim sizindir. Bakı-Sumqayıt şosesinin düz 7-ci kilometrliyində artıq uzun müddətdir ki, gözəl belə yazılarla Riyad Ticarət Mərkəzi və onun nəzdində salınmış və Qafqazdan alıq olmayan, dediyim kimi 70-dən çox mağazası ilə həmişə bizi sevindirən bizim ev mebel şəhəri bir tək şəxsiyyət vəsiqəsi və mebel evinizdədir. Bax belə. Geyimim. Bugün Las Vegasdan gətirdilər qızlar geyimimi. Çox bəyəndim. Çox yaraşdı. Özüm-özümə tərif eləyirəm. Niyə də yox? Əzizlərim, Las Vegasın bütün filiallarında artıq belə deyək də gözəl libaslar var sizin üçün. Hər belə deyək də tərzdə. Ona görə də tərziniz, gözəlliyiniz bu dəfə də qoyun elə Las Vegasdan olsun. Və beləliklə artıq verilişimizin sonudur. Hər birinizə təşəkkür edirəm. İndi Ömərin ifası ilə verilişimizi yekunlaşdıracağıq. Hər birinizə, bütün Xəzər axşamı komandasına təşəkkürümü bildirirəm. Kölgədə qalma, itmə. Sən çox istedadlısan, hədsiz dərəcədə, çox bəyəndim. Və yeni bir klip gələcək 8 martda, onu da gözləyin. Qoy görək nə edirik. Təşəkkür edirəm gözəlim Nərmin. Çox sağ ol əzizim. Və buyur, səhnə sənindir Ömər. Buyur əzizim, buyur. Mən bu qızın qadasın ağlam ağlam, dərdindən divanə ollam. Mən bu qızın qadasın ağlam ağlam, dərdindən divanə ollam. Olmuşam aşığın